Dostlar, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi növbəti video dərsimizdə. Deməli, biz ötən dərsimizdə Azərbaycan dili üzrə monitorinq suallarının izahını verdik sizə. 4-cü sinif üçün təbii ki. Bu dərsimizdə isə riyaziyyat suallarının izahını verəcəyik. Vaxt itirmədən gəlin keçək videomuza. Videonu faydalı hesab edirsinizsə bəyənməyi və paylaşmağı unutmayın. Qısa bir qeyd. Videonu PDF şəklində, videoda gördüyünüz suallar PDF şəklində əldə etmək istəsəz, videonun aşağısında Telegram səhifəmizin linkini yerləşdirmişəm. Ora daxil ola bilərsiniz. Birbaşa linkə daxil olan kimi PDF asılacaq sizin üçün. Sonra deməli, videonu faydalı hesab edirsinizsə bəyənin, paylaşın videonu. Bu da öz yerində. Gəlin başlayaq. Bir mağazaya 12 yeşik, digərinə 16 belə yeşik meyvə gətirdilər. Birinci mağazaya ikincidən 48 kiloqram az meyvə gətirdilər. İkinci mağazaya neçə kiloqram meyvə gətirdilər. Bir də onu deyim ki, bundan əvvəlki videoların linkini də elə videonun aşağısına yerləşdirəcəm. Oradan daxil ola bilərsiniz. Deməli dostlar, məsələni diqqətli oxuyuruq. Bir mağazaya 12 yeşik, digərinə 16 yeşik, baxın, 16 yeşik meyvə gətirdilər. Birinci mağazaya ikincidən 48 kiloqram az meyvə gətirdilər və ikinci mağazaya deyir, nə qədər meyvə gətirdilər. Lap yaxşı oxuduq. Müəllim, ədədlər var. Neyniyək? Vuraq bölək. Hələ vurub bölmədən öncə sən bu məsələni başa düşməlisən ki, görək bu məsələdə bizdən nə istəyir? Nəyi başa düşməyimizi istəyir? Deyir ki, bir mağaza var. 2 dənə mağaza var. Düzdür dostlar? Birinci mağazaya 12 yeşik. 1, 2, 3, tam hissə modeli deyil, adi yeşik sayıdır. Sadəcə şəkil çəkməklə göstərik. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Kimsə dedi ki, müəllim kvadratlar qəşəng çəkmir. Ola bilər. Biraz daha səliqəli çəkməyə çalışdım. Baxın. Deməli, burada oldu 12. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. İndi burada çəkək. Deməli, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 və 16. Baxın. Deməli, bu yeşik sayıda yeşik kimi təsəvvür edirik. Birinci mağazaya 12 yeşik. Birinci mağazaya 12 yeşik. Digərinə isə 16 yeşik. Hansı ki, burada göstərdiyimiz meyvə gətiriblər. Birinci mağazaya ikincidən 48 kiloqram az meyvə gətirdilər. Baxın. Yeşikləri ilk öncə təsəvvür edək ki, yeşiklər eyni ölçüdədir. Kiloqram, yəni kiloqram olaraq eynidir. Sadəcə olaraq vahid sayı olaraq fərqlidir. Yəni baxın. Deyir ki, baxın bu hissəyə diqqət edin. Bu onlar arasındakı fərqdir. Hansı ki, birinci mağazada 12, ikincidə 16 dənə. Baxın bu hissə qədər artıq var. Biri o birisindən artıq düşünək də. Məsələn, birinci azdırsa, digəri də deməli onun həmin qədər çoxdur. Yəni, bunlar arasındakı, baxın, yeşik fərqi nə qədərdir? 4 yeşik. Bəs kütlə olaraq nə qədərdir? 48 kiloqram. Özü bizə deyir da ki, 48 kiloqramdır. Deyir ki, birinci mağazaya ikincidən 48 kiloqram az meyvə gətirdilər. Cümləni dəyişirəm. İkinci mağazaya birincidən 48 kiloqram çox meyvə gətirdilər. Yəni, bunlar arasındakı fərq 16 çıxılsın 12 bərabərdir 4 yeşik. Həmin bu 4 yeşik, bu cümlə ilə, bu ikinci cümlə ilə bizə demək istəyir ki, həmin bu 4 yeşik 48 kiloqramdır. Bəs onda bir yeşiyimiz neçə kiloqramdır? 48-i bölürük 4-ə, bərabərdir 12 kiloqrama. Deməli, bizim hər bir yeşiyimiz 12 kiloqramdır. İndi bizdən soruşur ki, ikinci mağazaya nə qədər, neçə kiloqram meyvə gətirdilər? Bir yeşik, deməli, 12 kiloqramdır. Baxın, bu hər balaca yeşik 12 kiloqramdır. Gətirilən meyvələrin yeşik olaraq sayı 16 yeşikdir. Kütlə olaraq isə hər biri 12 kiloqram olduğu üçün 16-nı vuracağıq 12-yə. O da bərabər olacaq neçəyə dostlar? Təbii ki, 192 kiloqrama.
Deməli, ikinci mağazaya gətirilən meyvənin kütləsi 192 kiloqramdır. Davam edək növbəti məsələmizlə. Qeyd olunur ki, perimetri 7 desimetr olan, deməli, 32 burada qeyd edək. 7 desimetr olan, gəlin bunu qeyd edək. Perimetr bərabərdir 7 desimetrə. Düz bucaqlımız var. Düz bucaqlının eni 13 santimetrdir. Uzunluğunu bilmirəm. Elə bizdən də soruşduğu budur ki, düz bucaqlının bir tərəfinin uzunluğu nə qədərdir? Yəni uzunluğu nə qədərdir? Eni 13 santimetrdirsə. Baxın dostlar, ilk öncə burada desimetrdir, bu da santimetrdir. Biz bunu çevirmə aparmalıyıq. Biz bilirik ki, bizim 1 desimetrimiz 10 santimetrdir. Baxın, 1 desimetr 10 santimetr deməkdir. Onda bizim 7 desimetrimiz neçə santimetrdir? Baxın, 1-i 7-yə vurub alıblar 7. Bu tərəfi də 7-yə vuracaq. O da olacaq 70 santimetrə. Ən asan yolu budur. Bunu yadınızda saxlaya bilərsiniz. O da bərabərdir 70 santimetrə. Artıq məsələ mənim üçün biraz daha asanlaşdı. Deməli, dostlar, bizim perimetrimiz 70 santimetrmiş. İndi qaldı uzunluq məsələsini tapmağa. İndi iki yol öyrədəcəm. Hansı sizə rahatdırsa o yoldan gedə bilərsiniz. Baxın, ilk öncə şəkil üzərində işləyək. Bu bizim düz bucaqlımızdır, düzdürmü? Düz bucaqlımızın eni 13 santimetrdir. Bura 13-dürsə, burada 13-dür. Uzunluğu bilmirəm. Amma bunlar da 2 eyni ədəddir. Bunu unutmayaq. 70-dən bu 13-ləri toplayıb çıxa bilərsiniz. 70 çıxılsın 13, üstə gəlinsin 13. O da bərabərdir. 70-dən 26 çıxan necə qalır dostlar? 44 santimetrə. 2 eyni ədəd olduğu üçün 44 də bölürəm 2-yə. O da bərabərdir 22-yə. Deməli, biz müəyyən etdik ki, düzbucaqlının uzunluğu 22 santimetrdir. Bəs başqa cür necə tapa bilərdik? Müəllim, bu yol mənə çətin gəldi, mən başa düşmədim. Düzdür, başa düşdüm, amma bunun imtahanda yadıma düşməz. Deyirsinizsə, qayda ilə gedək bir də. Düzbucaqlının perimetri, dostlar, onun uzunluğu və eninin cəminin 2 mislinə bərabərdir. Yəni, düzbucaqlının bir tərəfini, bir uzunluğunu, bir enini toplayırıq, 2-yə vuruq, bərabər olur perimetrə. Biz düzbucaqlımızın enini bilirik ki, 13 santimetrdir. Gəlin yerinə yazaq, 13. Üstə gəlsin, uzunluğu bilmirəm, bunu dəyişən olaraq düşünək. Vurulsun 2, bərabərdir, perimetrimi artıq bilirəm ki, 70 santimetrdir. 70 santimetr. İndi tənlik yolu ilə gedirik. 13 üstə gəlinsin, uzunluq bərabərdir. Vurulsun 2 olduğu üçün 70-i 2-yə bölürəm, əksinə. Neçə olacaq? 35. Uzunluq bərabərdir. Adi məhsul toplanan qaydası ilə gedirik. Neyəcəyik dostlar? 35-dən çıxacaq 13. 35 çıxılsın 13. Uzunluq da bərabərdir 22 santimetrə. İstəyirsən tənliklə get, istəyirsən şəkil çək get. Hər ikisi doğru üsuldur. Kimə hansı rahatdırsa o üsulla gedə bilər. Bizdən uzunluğunu soruşurdu. Uzunluq olacaq 22 santimetr. Davam edək. Ümidvaram ki, məsələ aydındır. Davam edək. Əslində asandır. Sadəcə olaraq orada xırdalıq var, ona diqqət eləməlisən. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 2370 alınan ən böyük ədədlə ən kiçik ədədin fərqi neçədir? 33. Bu sualı çoxlar deyir ki, müəllim, mən bilirəm, mənim üçün asandır, amma görə kimlər düz tapacaq. İlk öncə dostlar, baxın, sənin ədədin 2370-dir. Sən bilməlisən ki, hansı ədədləri onluqlara qədər yuvarlaqlaşdıranda 2370 alınır. Elə birinci 2370-in özünə uyğun yazaq. 2374. 75 artıq olmaz. Çünki 75 onluqlara qədər yuvarlaqlaşanda 7 bir vahid artır. Burada 4 sıfıra çevrilir, 7 olduğu kimi qalır. Sonra ola bilər 2373. 2372. 2371. Artıq 2370-i yazmıram. Bir də var. Sən buradakı 7-ni bir vahid azaldırsan, sıfırın yanındakı ədədi.
Olur ədədin 2369. Bir dəqiqə. Bunda baxın, onluqlara qədər yuvarlaqlaşanda 2370 alınır. Sonra 2368, 2367, 2366 və son olaraq 2365. Artıq sən bir vahid də azaldıb 2364 yazanda görürsən ki, bu ədəd 2360 alınır yuvarlaqlaşdıranda. 2370 alınmır, ona görə bunu yaza bilməzsən. İndi baxırsan sıralamaya. Bax, sənin ala biləcəyin ən böyük ədəd 2374, ən kiçiyi isə 2365-ə uyğundur. Sənə deyir ki, bunların fərqi neçədir? Heç nə. 2374-dən çıxırsan 2365-i. 14-dən 5 çıxanda neçə qalır dostlar? Təbii ki, 9. Deməli, burada da qaldı 6609. Cavab D variantı. Mən deyə bilərəm ki, onluqlara qədər yuvarlaqlaşanda ən böyük və ən kiçiklərin fərqi həmişə 9 alınır. Elə cavabı da götürərəm burada, rahat deyərəm. Amma sən bunu bilməlisən ki, hansı ədədlər belə verməz, sənə başqa bir formada verər. Sən artıq bu məsələnin həlli yolunu bilməlisən. Davam edək. 34-cü deməli məsələ. Baxaq. Deyir ki, ədəd verib 674.294 ədədinin minliklər mərtəbəsindəki rəqəmin qiyməti ilə onluqlar mərtəbəsindəki rəqəmin qiymətləri cəmin tapın. Deməli, minliklər mərtəbəsi var. Ədədi burada yazaq. Deməli, 674.294. Bu ədədin minliklər mərtəbəsi 4-dür rəqəm olaraq. Bir də onluqlar mərtəbəsi isə 9-dur. Deyir ki, rəqəmin qiymətləri cəmini tapın. Qiymətləri cəmi. Dostlar, 4-ün belə deyək, mərtəbəsi minlikdir. Mərtəbə qiymətini tapmaq üçün 4-ü vuracaqsan 1000-ə. Asan yollarında videolarda var, izah etmişəm. Yəni çoxdur səhifəmizdə. Qayda ilə gedirik. 9 onluq mərtəbəsindədir. Mərtəbə qiymətini tapmaq üçün 9-u vurursan ona. O da bərabərdir. 4000-in üstündən 90 gələndə olacaq 4090. Yəni vurub hesablayıb toplayırsan. Təbii ki, tələsib 9 gəlib sonra ona vurmayın da. Birinci vurmaları eləyirik. Bunu biz öyrənmişik əməllər sırasında. Burada vurduz elədi 4000. Üstə gəlinsin. Burada vurduz elədi 90. Onu da toplayanda bərabər olur 4090-a. Cavab B variantı. Davam edək dostlar. Məsələ 35. Diqqətli şəkildə baxırıq. 5, 7, 4, 0, 8, 1 rəqəmlərdən düzəldilmiş ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqi neçədir? Deməli, ədədlərimiz 5-dir, 7-dir, 4-dür, 0-dır, 8-dir və 1-dir. Rəqəmlərdən düzəldilmiş ən böyük və ən kiçik 6 rəqəmli ədədlər istəyir. Ən böyük deyirsə, ən böyüyünü yaratmaq üçün 8-dən başlayıram, sonra 7, sonra 5, sonra 4, sonra 1, sonra 0. Ən kiçiyini deyirsə, 0-ı əvvələ yazmırıq. Çünki 0-dan başlayanda yoxdur. 1, 0, sonra tam ədədlərdən söhbət edir təbii ki. Deməli, 4, 5, 7, 8. Və bunların fərqini tapırıq. Deməli, dostlar, ondan 8 çıxanda qalacaq 2, burada qaldı 0, ondan 7 çıxanda qalacaq 3. 32, baxın, variant silə bilərsiniz. Sonra burada neçə qaldı? 3, 10 üstdən 5 çıxanda qalacaq 8, 832, 732-ni sildik. Davam edək. Burada qaldı, deməli, 4, 4-dən 4 çıxanda 0. Sonra, deməli, burada qalıb bu istəyə baxmayın, aşağıya baxırıq. 7-dən 0 çıxanda 7, 8-dən 1 çıxanda 7, 770.832. Cavabımız olacaq A variantı. Baxırıq dostlar, növbəti 36-cı məsələnin izahına. Rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik 3 rəqəmli ədədlərin cəmində neçə onluq var? Deyir, rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik 3 rəqəmli ədəd. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədədimiz dostlar 100-dür.
ən böyük rəqəmləri müxtəlif olan 100 ən kiçik 3 rəqəmli ədəddir, amma rəqəmləri müxtəlif deyil. Ona görə biz götürə bilərik 102. Baxın 100-ün özünü götürə bilmirəm. 101-də eynilik var, birlər. Ona görə götürürəm 102. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəddir. Bir də var rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədəd. Bu da olacaq 9, 8 və 7. Bunların deyir cəmində 9, 8-in üstünə 0 gələndə 8, 9-un üstünə 1 gələcək olacaq 10. 1089 deyir. Bu ədəddə neçə onluq var? Baxın. Əgər deyirsə ki, belə bir ədəddə neçə təklik var, ədədin özünü götürəcəksiniz. Təklik deyirsə, ədədin özünü götürürük. Onluq deyirsə, sonuncu bir rəqəmini silirsiniz, cavab 108 olur. Əgər yüzlük desəydi, 2 rəqəmini silib 10 götürəcəkdik. Minlik desəydi, 3 rəqəmini silib 1 götürəcəkdik. Bizə deyir ki, bu ədəddə neçə onluq var? Bu ədəddə 108 onluq var. Davam edək. 37-ci sualına. Deyir ki, 2 şagird eyni qiymətə 6 dəftər aldı. Onlardan biri aldığı dəftərlər üçün 1 manat 60 qəpik, o birisi isə 80 qəpik ödədi. Hər şagird neçə dəftər aldı? Gəlin baxaq. İkisi birlikdə 6 dəftər alıblar. Gəlin bunların pullarını toplayaq. Çünki ayrı-ayrılıqda belə deyək də, ikisi birlikdə 6 dəftər alıblar. İndi baxaq. 1 manat 60 qəpik bu pul verib. Niyə bəs bu pullar fərqlidir? Çünki dostlar, dəftərlərin sayı fərqlidir. Məsələn, biri 4 dəftər alıb, digəri 2 dəftər alıb. Görürsünüz, deyir, hər şagird neçə dəftər aldı. Ona görə biz bunların pullarını toplayaq. 1 manat 60 qəpiyin üzərinə 80 qəpiyə əlavə edək. Olsun 2 manat 40 qəpik. 2 manat 40 qəpik. Bax, bunu da qəpiklə ifadə etsək, bərabər olacaq 240 qəpiyə. 240 qəpik və ümumi dəftərlərin sayı 6 olduğu üçün 240-ı bölünəm 6-ya. O da bərabərdir 40 qəpiyə. Deməli, dəftərimizin biri 40 qəpikdir. İndi baxaq görək kim nə qədər dəftər alıb. Hər şagird. Birinci şagird 1 manat 60 qəpik, yəni 160 qəpiyə dəftər alıb. 160-ı böldüm 40-a, sıfırlar getdi hər tərəfdən. Oldu 4. Deməli, birinci şagird 4 dəftər alıb. İkinci şagird 80 qəpiyə dəftər almışdı. Bunu böldüm 40-a. Məlum oldu ki, bu da 2 dəftər alıb. Yəni, biri 4 dəftər, digəri isə 2 dəftər alıb. Davam edək dostlar növbəti məsələ ilə. 1 kiloqramı 20 manat olan şokoladdan 250 qram alan alıcı satıcıya neçə manat pul ödəyər? Neçə manat ödəyər? Bu cür məsələlərdə də adətən dostlar çətinlik çəkirsiniz. Yəni hamıya aid deyil təbii ki. Yəni bəzi dostlarımız çətinlik çəkir. Çətinlik çəkmək də normaldır. Çünki burada biraz fərqlilik var. Ona görə diqqətli olmalıyıq. Çevirmələri yaxşı bilməliyik. 1 kiloqramı 20 manat olan şokolad. Baxın, 1 kiloqramı 20 manat. Və yaxud, belə də deyə bilərsiniz. Bax, 1000 qramı 20 manat. Və yaxud 20 manatı qəpiklə çevirib yaza bilərsiniz. Sənə necə lazımdırsa, bu alınmadı mı? Keç o birisini yoxla. Manatı çevir, qəpiyi çevir. O məsələdən əl çəkmə. O məsələdə sənin bildiyindən, sənə öyrədiləndən artıq heç nə ola bilməz. Bunu unutma. İndi baxaq. Deməli, 1000 qramı, niyə mən bunu qrama çevirdim? Baxın, burada 250 qram söhbəti var. Ona görə bu 1 kiloqramı çevirdim qrama. Yuxarı hissəni silirəm, bax bu hissəni. Niyə silirəm? Qarışıqlıq yaratmasın. Deməli, artıq mən bilirəm ki, 1000 qramı 20 manatdır. Onda 250 qramı neçə manat olur? Ən asan yolu ilə gedəcəm. Bir yolu budur ki, 250-ni 20-yə vurursan, aldığın cavabı 100-ə bölürsən. İstəyirsən hesabla. Yəni, qayda budur bu şəkildə hesablamalarda 20 vurulsun. Deyəcəklərlə müəllimə həmişə eyni üsulla gedir. Yəni, möhkəmdir axı. Yəni, göstərək, bölünsün 1000-ə. O da bərabər, dostlar. Deməli, 20-ni 250-yə vursaq neçə alınacaq? Sıfırları qoyuruq. Bərabərliyə aşağı düşürüm, rahat yaza biləm. Sıfırları baxın, əlavə elədim. Vurmaları bilirik də. 22 ilə 25-ə vuranda elə də 50. 5000. 5000-də 1000-ə böləndə sıfırlar yenə də bir-birini yeyir. 5-i də 1-ə bölünə düşür 5. 5 manat. Qayda budur. Bu birinci üsul.
Birinci üsul. Bir də ikinci üsulla gedək. Necə bir üsul? Məsələn, mən bayaq yazdım 1000 manat, 1000 qəpik bərabərdir 20 manata. 250 qəpik sual. Burada baxın, 1000-i 250-yə bölərək də hesablaya bilərsiniz. 1000-in içində neçədən 250 var. Yəni, bunu bilməyiniz sizin xeyrinizədir. Siz baxan kimi 1000-in içində neçə 250 var. 250-ni neçəyə vursam 1000 eləyər. Məsələn, 50-ni neçəyə vursam 100 eləyər. Bunları bilməlisiniz. Bu sizin məsələyə baxış bucağınızı formalaşdırır. Məsələn, asan həll etmə yolunuzu formalaşdırır. Deməli, dostlar, baxın, bura 4-ə bölünüb alıb və yaxud 4-ə vurulub alıb. 4-ə bölüb, 1000-i 4-ə bölüb 250 alıb. Sən də bu tərəfi tapmaq üçün eyni ilə 20-ni 4-ə böləcəksən, 5 manat olduğunu tapasın. Yəni, nə qədər pul ödəyəcək? 5 manat. Cavab C variantı. 39-cu suala baxırıq. Qeyd olunur ki, misaldır. Misalın düzgün cavabı hansı variantda verilmişdir? Sadə hesablamadır, heç nə. Burada çıxmanı yerinə yetirəcəksiniz. Deməli, dostlar, 9876-dan 2026-nın çıxanda alınır 7850. Sonra aldığınız cavabı 9-a vuracaqsınız. Üzərinə 346 gələcəksiniz. 9-a vursaq alınacaq 70650. 70650-nin üzərinə 346 gəlsək, dostlar. O da olacaq 70996. Cavab D variantı. Davam edək. 40-cı tapşırığa baxırıq. Dostlar, burada necə bir diqqətli olmaq lazımdır? Sən bu məsələyə baxanda bunları bir-bir bölüb yoxlaya bilməzsən. Bu doğru yanaşma deyil. Yəni, orada ədədləri bir-bir ay bu 2-yə bölünür, yoxladım. Bu vaxt ikisi də sən ədədə baxan kimi bilməlisən ki, hansı ədəd 3-ə bölünür, 3-ə bölünmə əlamətini bilməlisən və 2-yə bölünmə əlamətini bilməlisən. O ədədlər 2-yə qalıqsız bölünür ki, cüt ədədlərdir, yəni sonu cüt rəqəmlə bitir. O ədədlər 3-ə qalıqsız bölünür ki, dostlar, rəqəmlərinin cəmi 3-ə bölünür. Baxın, burada ortada sual işarəsi qoy. Bu deməkdir ki, sən həm 2-yə, həm də 3-ə bölünən ədədləri seçməlisən. Qayda olaraq da yadımıza salaq ki, həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya qalıqsız bölünür. Sən bu siyahıdan bax 465-i çıxarırsan. Çünki tək ədəddir. Tək ədəd 2-yə bölünmür. Götürə bilməzsən. Sən buradan 2743-ü çıxarırsan. Çünki 2743 tək ədəddir, 2-yə bölünmür. Sonra yerdə qalanlara baxırıq ki, hamısı cüt ədədlərdir. İndi nə edəcəyik? Rəqəmləri cəminə baxacaqsan. Bax, məsələn, 284 ilə başlayırsan. Bunun rəqəmlərinin cəmi 2-nin üstünə 8 gəlirsən 10, 10-un üstünə 4 gəlirsən 14. 14 3-ə bölünmür. Deməli, 284 3-ə bölünmür. Baxmayaraq ki, 2-yə bölünür. 106. 1-in üstünə 6, 0 toplayırsan, 1 üstə gəlinsin 0, üstə gəlinsin 6 bərabərli 7. 7 3-ə bölünən ədəd deyil, deməli 106 da 3-ə bölünən ədəd deyil. 342 və yaxud 870-dən başlayıq. 8, 7, 15. Bax, bu 3-ə bölünən ədəddir. Sonra 3, 4, 2, 7, 9. Bax, bu 3-ə bölünən ədəddir. 1, 2, 6, 7, 8, 9. 3-ə bölünən ədəddir. 9-un üstünə 6 gəlsin 15. Bu da 3-ə bölünən ədəddir. Deməli, 3-ə bölünən ədədlər neçəsini yazmaq olar? 4-ünü yazmaq olar. Davam edək, dostlar, 41-ci tapşırıqla. Deməli, burada qeyd olunur ki, 130.405 kiçikdir A-dan, A da kiçikdir 130.407-dən. Müqayisəsində A-nın yerinə hansı ədəd uyğundur? Sözsüz ki, burada bir dənə ədəd qarda 130.406. Cavab B variantı. 130.405-dən böyükdür, 130.407-dən kiçikdir. Bölən 27, natamam qismət 9 olarsa, bölünən ən çoxu neçə ola bilər? Burada cavab yox idi, səhv etmirəmsə. İndi baxarıq bir dənə gedişata. Deməli, burada dostlar, əgər bölünəni ən çoxu neçə istəyirsə, 42 eləyək bir dəqiqə bunu. Bölünəni ən çoxu neçə istəyirsə, sən qalığı ona uyğunlaşdırmalısan. Bölən, bax, natamam qisməti bilmirəm. Bölən 27-dir. Natamam qismət, özü deyir, natamam qismət. Qismət deyil bu. 9. Bölünən ən çoxu neçə ola bilər deyirsə, sən qalığı mümkün. Sən qalığı mümkün, belə deyək. Sən qalığı mümkün ən böyük ədəd götürə bilərsən. Sənin bölənin 27-dirsə, qalığın mümkün ən böyük ədəd 26 ola bilər.
İndi baxaq, x bərabərdir 27 vurulsun 9 üstə gəlinsin 26. X-i tapmaq üçün ilk öncə 27-ni 9-a vururuq dostlar. Neçə eləyir? Deməli 27-ni 9-a vurduq, elədi 243. 243-ün üzərinə də 26 gələndə olacaq neçə? 269. Yox, cavab var. Cavab 269-dur. B variantı. Bölünən ən çoxu neçə olar? 269. Davam edək. Növbəti tapşırıqla 43-cü testdə baxırıq. Deyir ki, A-nın yerinə, bölmə əməlində A-nın yerinə elə rəqəm yazın ki, bu ədəd 3-ə, 2-yə qalıqsız bölünsün. Bu ədəd 2-yə qalıqsız bölünən ədəddə hardan bilirəm? Çünki cüt ədəddir. 3-ə qalıqsız bölünməyi üçün də rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Üstəgəl 4, üstəgəl 2, üstəgəl 8. Rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Burada ədədin rəqəmlərinin cəmi dostlar, deməli 10, 14-dür. Düzdürmü? Biz bura 1 yaza bilərik. Məsələn, 1 yazsam 15 eləyəcək. Yenə də 3-ə bölünəcək. Sonra 2 yaza bilərikmi? Baxın, yaza biləcəyimiz ədədləri qeyd edək. Bax, 1 yaza bilərəm. 2 yaza bilərəmmi? 2 yazsam 16 eləyəcək. Olmaz. 3 yaza bilərəmmi? 17 eləyəcək. Olmaz. 4 yaza bilərəmmi? 18 eləyəcək. Yaza bilərəm. 5 yaza bilərəmmi? 19 eləyəcək. Xeyr. 6 yaza bilərəmmi? 20 eləyəcək. 23-ə bölünən ədəd deyil. Yaza bilmərəm. 7 yaza bilərəmmi? 21 eləyəcək. Yaza bilərəm. Sonra 8 yaza bilərəmmi? 22 eləyəcək. Yaza bilmərəm. 9 yaza bilərəmmi? 23 eləyəcək. Yaza bilmərəm. Mənim yaza biləcəyim ədədlər 1, 4, 7-dir. İndi dostlar, başqa bir məsələ də var burada. Necə bir məsələ? Yəni, deməli, necə bir məsələ var? Siz burada yoxlamalısınız. Artıq mən bunu dedim. 3-ünü də götürə bilməzsən. Deyir ki, qisməti 3 rəqəmli olsun. Başqa bir şərt qoyursan. Məsələn, sənin ədədin oldu 1428. Sən 1428-i 3-ə böləndə gör neçə rəqəmli ədədlə alınır. Sonra ola bilər ədədin 4428 bölünsün 3-ə. Bir də ola bilər 7000 deməli 428 bölünsün 3-ə. Deməli 44-cü sualda da düzgün cavabımız olacaq D variantı 24. Ən böyük ədədimiz oldu 9876, ən kiçik ədədimiz oldu 1023. Bunların fərqi 8853. Rəqəmləri cəmi isə olacaq 24. Davam edək dostlar 45-ci sualla. Motosikletçi birinci gün 87 km, bu onun ikinci gün, birinci gün gedib, bir də ikinci gün getdiyi yol var. Bir də cəmi getdiyi yolu bizdən istəyir. Bunu unutmayaq. Birinci gün 87 km yol gedib. Bu onun ikinci gün getdiyi yoldan 29 km çoxdur. Yəni bilmirəm ikinci gün nə qədər yol gedib. Sadəcə olaraq həmin ikinci gün getdiyi yoldan, birinci gün getdiyi yol, ikinci gün getdiyi yoldan 29 km çoxdur. Sən demə, onun ikinci gün getdiyi yolun üzərinə 29 gələndə birinci gün getdiyi yolu alırıq. Yəni bax, məsələnin deyək, hansı ki, başa düşəcəyimiz dildə sadə izahı budur, tənlik forması. Adətən bu cür suallarda uşaqlar çətinlik çəkir. X bərabərdir dostlar. 87-dən də çıxırıq 29-u. X-dən neçəyə bərabər olacaq? Gəlin baxaq. 87 çıx 29 neçə eləyir? 50, 17, 9, 8, 7, 5. 7-dən də çıxanda 5, 58. Deməli, indi bax, bu bizim ikinci gündə getdiyimiz yoldur. Cəmi nə qədər yol gedər? Heç nə, 87. Üstə gəlinsin. 58, 15, 13, 14. 145 kilometr yol gedər. Cavab C variantı. Ay, burada. 46-cı suala baxırıq dostlar. Deməli, 46-cı sualda qeyd olunur ki, 45 yüzlük 4 hasili neçəyə bərabərdir?
45 yüzlük uşaqlar. 45 yüzlük neçə olduğunu tapmaq üçün 45 yüzlüyü vur 100-ə. Neçə deyir sonra? O deyir 4500. 4500-dən 4-ün bizdən hasilini istəyir. 4500 vurulsun 4. Sıfırları götür yaz. Neçə eləyəcək? Deməli 20, 2 yadda 16, 18. 18.000. Cavab D variantı. Davam edək 47-ci sualla. Deyir ki, bir nar ağacına 86 kiloqram, digərinə 154 kiloqram nar dərdilər. Narları hər birində 6 kiloqram olmaqla yeşiklərə yığıb. Çox asan məsələdir. Sadəcə olaraq mağazaya göndərildi. Mağazaya neçə yeşik nar göndərildi? 86 kiloqram yığıldı, 154 kiloqram yığıldı. Topladığı narları 6-6 bölüşdürdülər. 6 kiloqramlıq qutulara yığdılar. Və hər mağazaya nə qədər göndərildi? Baxaq, deməli. Burada edir 10, 8, 5, 13, 14, 1 və deyək də 2. Bunu da 6-ya böləndə bərabər olur. Bərabər olur 40 yeşik. Deməli 40 yeşik nar göndərildi. Davam edək dostlar 48-ci sualla. Biri digərinin 12 vahidi olan 2 ədədim, 12 vahid böyük olan 2 ədədim. Deməli birinci ədəd var. Bir də ikinci ədəd var. Biri digərindən 12 vahid böyük olan. Biri bir hissədir. Digər, bax, tam hissə modelidir. Burada diqqətli olun. Biri digərindən 12 vahid böyük. Bu da ondan 12 vahid böyükdür. Cəmi 96-dır. Neyirdik bu tip məsələlərdə? 96-dan 12-ni çıxırdıq. Sonra damaların sayına aldığımız cavabı, yəni damaların sayına, yəni 2-yə bölürdük. 96 çıxılsın 12, 84. 84 də böldü 2-yə 42. Bu ədədlərdən böyüyü neçədir? Bax, bu 42-dir. Bu da 42 üstə gəlinsin 12-dir. O da bərabərdir 54-ə. Ədədlərdən böyüyü olacaq 54. Davam edək növbəti tapşırığa. Deməli, heç nə bölmələrdir, yerinə yetirərsiniz. Bu sizin üçün tapşırıqdır. Bunu yerinə yetirərsiniz. Adi bölmədir. Sərbəst şəkildə yerinə yetirərsiniz. Ümidvaram ki, doğru cavabları qeyd edəcəksiniz. Sonra baxırıq 50-ci tapşırığa. Aşağıdakı ifadələrdən hansı doğrudur? 79 ədədidir, 9-a tam bölünür. Yalandır. İnanmayın. 99-dan böyük iki rəqəmli tək ədəd var. Xeyr, ən böyük iki rəqəmli tək ədəd 99-un özüdür. Buna da inanmayın. Ən böyük 3 rəqəmli ədəd 899-dur. Xeyr, 999-dur. Buna da inanmayın. Bütün 3 rəqəmli ədədlər 1000-dən kiçikdir. Bəli, çünki artıq 1000 ən kiçik 4 rəqəmlidir də 9999-dan aşağı bütün 3 rəqəmli ədədlər 1000-dən kiçikdir. Bu doğru fikirdir. Cavab D variantı. Boş xanaya hansı ədəd yazılmalıdır? Bərabərlik doğru olsun. Baxın burada 8000. Baxın bu tərəfi toplayırsınız belə olan halda. Burada verilmiş ədədlər, yəni 8000 üstə gəlinsin 60, üstə gəlinsin 7. O da bərabərdir 8067-yə. Sonra nə edirsiniz? 8317-dən çıxırsınız 8067. O da neçə olur uşaqlar? Gəlin hesablayaq dostlar. 250. Deməli, baxaq 0, 5, 2, 0. Bəli, 250. Elə boş xanaya yazılacaq da 250-nin özüdür. Cavab C variantı. Davam edək növbəti məsələ ilə. Tərəzinin bir gözündə 3000 qram banan var. Tərəzinin tarazlıqda olması digər gözünün hansı çəkidaşları qoyulmalıdır? 3000 qram o deməkdir ki, dostlar, baxın 3000 qram bərabərdir 3 kiloqrama. Yəni sən tərəzinin o birisi tərəfinə də 3 kiloqramlıq çəkidaşı qoymalısın. Baxın bu hissəni toplayırsan nə qədər eləyir? 5 cavabın ola bilməz. Buranı toplayırsan 4 ola bilməz. Buranı topladıq 3 ola bilər. Burada 5-dir, burada ola bilməz. Cavab C variantı. Növbəti suala baxırıq. 53-cü testə baxırıq. İclas salonunda 2970 nəfərlik yer var. İclasda 1678 nəfər iştirak edərsə, salonda neçə boş yer qalır? Heç nə. 2970-dən dostlar çıxırıq 1468-i 2, 0, deməli 94, 5, 1. 1502 nəfərlik boş yer qalır. Davam edək
Siniflər arasında keçirilən biliş yarışında iştirak edən qızlar və oğlanların sayı cədvəldə qeyd edilmişdir. Suallar cavablanır. Yarışmada neçə nəfər iştirak edir? Deyirsə, həm oğlanların sayını, həm də qızların sayını toplayacağıq. Yəni burada verilmiş bütün ədədləri toplayacağıq. Deməli 14, 11, 9 və 8 topladığımız zaman alınır dostlar 42. 8, 9, 6, 13. Deməli topladığımız zaman alınacaq 36. 36'nın sonra 42 gələndə deməli 78-ə bərabər olacaq. Davam edək. Hesablayın. Sadə bir hesablamadır. 18.408'e dostlar. Böləcəyik 8'ə. O da bərabər olacaq 2301'ə. Vəssalam. Davam edək. 56. Deyir, maşındakı 1800 litr suyu ən çoxu 714 litr olmaqla 3 dəfəyə boşaltdılar. Bu zaman ən azı neçə litr su boşaldıla bilər? Deməli dostlar, burada baxın 714 litri hər dəfə boşaltmır. 3 dəfə boşaldır. Məsəl üçün 1800 litr deyil burada. Bunun bir dəfə 714 litrini boşaldır. Deyir, yəni 3 dəfəyə boşaldıb, ən çox boşaldığında 714 litr boşaldıb. Biz də 1800-dən dostlar çıxırıq 714-ü. Bu da qalır 1086. İndi növbəti dəfə boşaldanda deməli, boşaldanda bundan bir vahid az boşaltsın da. Ən çoxu 714 isə 1086 qalmışdı içində. İndi ikinci dəfədə boşaldacaq. Bundan bir vahid az. Niyə bir vahid az olduğunu izah edəcəm. Deməli 713, o da bərabərdir 373-ə. Artıq, baxın 373 sonuncu dəfə boşaldacaqdır, ən az sudur. Elə birinci dəfə çox apardılar. Bax 3 dəfə ayrı-ayrı belə deyək, ölçüsü götürürlər. Birinci dəfə çox götürürlər, 714 litr götürürlər. İkinci dəfə bundan bir vahid az götürürəm. Əgər birini ən azı istəyirəmsə, mən ümumiyyətlə ən az neçə litr boşaldıla bilər deyirsə, digərlərini mümkün böyük ədədlər götürürəm. 714 və 713 yerdə qalan ən kiçiyini bizə verir. O da bərabərdir 373-ə. Deyir ki, toplanandan birinin üzərinə 89, digərinə 28 əlavə isə cəm nə qədər dəyişir? Cəm bunların cəmi qədər artar. Yəni 89, çünki toplamada, sən toplamada ədədlərin üzərinə nə əlavə edirsənsə, ümumi cəmdə həmin qədər artır. 89-un üzərinə 28 cəmdə olur 117, yəni sənin cəmi 117 vahiddə artır. Davam edək. Sxemə əsasən hansı ədəd yazıla bilər? Heç nə. Buradan hesablamaq üçün dostlar 168-in üzərinə əlavə edirik 349-u. O da bərabərdir 517-yə. 517-ni də baxın vurub 3-ə. Biz də 3-ə vuracağıq. O da bərabərdir 1551-ə. Cavab A variantı. Deməli 3 ardıcıl cüt ədədinin cəmi 642 olarsa, baxın burada cüt ədəd deyirsə, biri o birisindən 2 vahid böyükdür. Məsələn, biri A ədədi, B ədədi, C ədədi, düzdürmü? Birinci ədədi bilmirəm, ikinci ondan 2 vahid böyükdür. C isə bu ədəd qədərdir, yəni yuxarıdakı damızda gəlir ki, və 2 də artıqdır. Və cəmi də 642-dir, bu tam hissə modelidir artıq. Topladığımız 2-ləri 642-dən çıxırıq. 642, çıx 2, çıx 2, çıx 2. O da bərabər neçəyə dostlar? Belə deyək də, elə 6 çıxmaq kimidir. 2, 4, 6. O da bərabərdir 636-ya. 636-nı bölü 3-ə. O da bərabərdir 2, 1, 2. 112, 212. Deməli, biz tapdıq ki, hər bir boşlamanın qiyməti 112-dir. Bu ədədlərdən bax, birincisi olacaq. Bu da yazaq. A ədədimiz olacaq 212. B ədədimiz olacaq 212 üstə gəl 2, yəni 214. C ədədimiz isə olacaq dostlar 216. 3 ardıcıl cüt ədəddir. Baxın, bunların cəmini də tapa bilərsiniz. Toplayın görək həqiqətən də alınırmı? Bu üçün həm də toplayın. 10, 12, 3, 4, 6. Baxın, həqiqətən də 642 eləyir. 3 ardıcıl cüt ədədlərdir. Sonra maketdə həftənin günləri üzrə gəlir cədvəli verilmişdir. Cədvələ əsasən deməli bir həftə ərzində market nə qədər gəlir əldə etmişdir deyir, bunu tapın. Gəlin tapaq dostlar. Deməli baxın 450 görürsüz, bazar günü olub 450.
Üstə gəlinsin. Şənbə günü olub neçə? 300. Üstə gəlinsin. Cümə günü olub 250. Üstə gəlinsin. Sonra 350. Cümə axşamı olub 350. Üstə gəlinsin. Çərşənbə günü olub dostlar 200. Üstə gəlinsin. Çərşənbə axşamı olub 300. Üstə gəlinsin. Bazar ertəsi olub 250. Bunların cəmini tapırıq. Deməli dostlar 300'lər topladıq elə də 600 düzdürmü? 200 buradan. Bir də 350-dən əlavə edək. 250 250 o da bərabərdir 500-ə. Və 450-miz var. O da bərabərdir. Deməli burada 700 600 1300 350 burada. Və bunların da cəmi bərabər olacaq 2100-ə. Yəni nə qədər gəlir əldə etmişdir? 2100 manat gəlir əldə etmişdir. Belə bir video dərsimizin daha sonuna gəldik. Ümid edirəm ki, sizin üçün faydalı bir dərs oldu. Bu cür dərslərin izahlarının davamlı olması üçün, daimi olması üçün kanalımıza abunə olun, videoları bəyənin və paylaşın. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.